Çoxlarında bu sual yarandı. Erməni hərbiçiləri Şuşaya hücum edəndə Azərbaycanlı müdafiəçilər nə ilə məşğul idilər? Cavab çox qısadır. Onlar Bakıda dövlət çevrilişi ilə məşğul idilər. Çevriliş senarisinin istənilməz nəticələri özünü əvvəl günlərdən göstərirdi. Torpağı, xalqı olmayan hökumət ola bilməz. Mənim sərhəddən əsgərlərim çıxıb gəlir. Əmirallardan, Muğanlıdan dəstələr çıxıb gəlibdi bura. Laçından çıxıb gəlibdi bura. Bizim torpağımız oradadır. Qeyrət meydanı oradadır. Mənim burada da canım qurbandır. Amma siyasi alver bəsdir. Bir ay, 2 ay biz gözləyə bilərik. O torpaq bizim olsun sonra. Orada o qədər insanların ruhu yatır.